Salam, hörmətli izləyicilər, hər vaxtınız xeyir olsun. Saray qəsəbəsində meşə kimi bir ev, həyat yanı sahəsi ilə bax bir yerdə satışa çıxarıldı. 6 sotun içərisində neçə kvadratlı evdir? 110 kvadratlıq ev, 3 otaqlı evdir, amma 110 kvadratlıq evdir. Böyük evdir, indi onu göstərəcəm sizə. Bir dənə zəhmət olmasa bunun bağına baxın, görün necə sıx ağaclar var. Demək, mən vaxt aparmaq istəmirəm. Bütün nə qədər meyvə, bildiyiniz, bilmədiyiniz meyvə varsa, hamısı bu həyətdə var. Bütün meyvə ağacları da 6 sotun içində 110 kvadratlıq ev, amma 3 otaqlı evdir. Şəxsi özləri üçün tikilmiş ev. Neçəyə? Qiyməti? 86.000 manata. 86.000 manata satışa çıxarıldı. Qiymətindən narahat olmayın, mütləq endirim olunacaq. Çay ağacları, qaz sayğacı, su sayğacı, işıq sayğacı var. Əraziyə baxın. Görün harada yerləşir. Saray qəsəbəsində o sarayın o çıxacaq tərəfində top market var. Top marketin yanındadır. Bilirsiniz də bura marşrutlar da gəlir. Təzə Bakımızın da avtobusu açılıb. O da yaxınlığından keçir. Sumqayıt marşrutu buradan keçir. Həqiqətən çox sərfəli, əlverişli bir evdir. Bağ, bağ. Yəni bura hələ, bax bir dənə zəhmət olmasa göstərin. Buralara çox belə girə bilmirəm. Bütün meyvə ağacıdır. Bunları inşallah siz özünüz gəlib evi baxanda sizlə bir yerdə bərabər baxarıq. Orada ev yəsindən soruşarıq. Görək hansı meyvə ağacları var. Mənə sadaladı, mənə deydi meyvə ağacları. Prosta indi vaxt aparmaq istəmirəm. Bu da belə üzüm tənəyi, üzüm talı vardı. Baxın. Xüsusi olaraq burada da üzüm əkiblər. Sonra davam eləyirik. Gəldik, çıxdıq evimizin qabağına. Bax bu evdir. Bax gördüyünüz, bax bu ev 86.000 manata satışa çıxarılıb. Qiymətindən qəti narahat olmayın. Ev sahibi özü endirim eləyəcək. Mənə dedi ki, gəlsinlər, baxsınlar. Qiymətində mütləq endirim olunacaq. Və buranı da görürsünüz. Bax darvaza budur. Görürsünüz. Darvazadan gəlib girirsiniz həyətə. O gördüyünüz bağ, bağat meşə evin arxasındadır. Bax bu da bizim evimizdir. Üstüdə desən çelepiçadır. Düzdür, hə? Üstüdə çelepiçalı evdir. Qalın krişalar var, o bahalı onlardandır. Evin dörd bir tərəfinə fırlanmaq olur. Həyətdə də bax belə bir qrant qoyulub. Görürsünüz. Ondan sonra qaz sayğacı, su sayğacı, işıq sayğacı hamısı var. Daxil olaraq evimizin içərisinə. Qoşadaş kubiklə tikilmiş evli dəmir aşotkalarına kimi qoyulub. Görürsünüz. Gəlin. Bax qapını açdıq, görün neçə daş kürsülüdür. 1, 2, 3, 4, 5, 6 daş kürsülü evdir. Bax bir dənə bunun hələ koridoruna baxın. Koridorun genişliyinə baxın. Əllərimi bax belə gətirirəm ki, görəsiniz. Bax. Görün nə boyda koridoru var. Elə bir dənə zaldır, bax. Deyirəm də 3 otaqlı evdir. Amma 110 kvadratlıq ev, böyük bir evdir. Balaca otaq burada görməyəcəksiniz. Hamısı böyük otaqlardır. Deməli, bax, vaxt aparmayaq. Bütün otaqları kulçatırları var. İnternetin, modemi, hər bir şey hazır vəziyyətdədir. Sonra, gəlin mətbəxə bir dənə baxaq. Bax, bu bizim mətbəximizdir. Görürsünüz, mətbəximiz qaz peçidir, aspiratorudur. Hər bir şey hazır vəziyyətdədir. Gəlir qaz. Hə. Qaz peçi, aspiratoru, ondan sonra bu əşyalardan hansılar qalacaq? Zəhmət olmasa qardaş, bir dənə mətbəxdən hansı əşyalar qalacaq, onları deyirsiniz də. Bir dənə kuxuna mebili. Hə, kuxuna mebili, kombi radiator qalacaq. Qalan özlərinə aid olan əşyaları hamısını götürəcəklər. Bu da qonaq otağıdır. Bax, zala baxın, siz. Bax. Görürsünüz zalın böyüklüyünü. 3 otaqlı ev 86.000-ə bağlı bağatdır. Meşə kimi bağı var. 86.000-dən də endirim olunacaq. Hündürlüyü də qəşəngdir, görürsən. Hə, 3.20, 3.30 rahat hündürlüyü var. Mətbəxi göstərin, qonaq otağı göstərin. Bir dənə bu yataq otağına baxaq. Bu bir yataq otağıdır. Baxın. Bax, bu bir yataq otağıdır. Bu da növbəti yataq otağı. Bu da növbəti yataq otağı. Bax, buradan da bir də göstərirəm. Radiatorlar, seksiya radiatorlardır. Qoşadaş kubiklə tikilmiş evdir. Burada da var. Bir dənə zəhmət olmasa buraya yaxınlaşın, bax. Bu otağın, bax, burası da bax belə xüsusi saxlanılıb. Burada şkaf yığılmaq üçün, görürsünüz. Buranı bağlıyorsunuz, qardırop üçün istifadə edirsiniz. Paltarları, papaq, ayaqqabı, nə var, artıq yığılsınız ora. Bu da belə. Sanitar qovşağına baxaq. Bir də bu böyüklüyünə zəhmət olmasa baxın. Kvadratına baxın, görün nə boydadır. Bax, bu da belə. Bu da bizim klişəyə çıxmaq üçün yerimiz. Başqa bir şey qalmadı. Deməli, bir də izah edəm. Saray qəsəbəsində top market var. Top marketin yanında. Sumqayıt marşrutu 523 də oradan keçir. Təzəb 508, neçədir o? 508. 508 Bakımızın avtobusu, o da buradan keçir. Top marketin arxasındadır. 6 sotun içərisində 3 otaqlı ev, 110 kvadratlıq ev
86 min manatadır. Həyətində göstərdim sizə. Hələ gəlib özü canlı baxın. Çox maraqlı, həqiqətən qeyri-adi bir bağı var. Gəlib özü görəcəksiniz. 86 min manata narahat olmayın, gəlin. Ev yəsində oturun, bir çay için, bir danışaq, ev yəsində görsün ki, siz bunu real almaq istəyirsiniz. Gör nə qəşəng endirim eləyəcək. Allah alanı da satanı da xeyir versin. Sağ olun.